klubunu izləyən əziz dostlar, qardaşlar, bu günlərim ayın 8-idir, iyul 7-si 7-ci ay 8-i 2026-cı il gəlmişik Saray kəndinə. Famil qardaş bizim nömrə 1 göyərçin klubunda ilk start edən yarışmaçıdır. Famil, Allah xeyrini versin. Sağ ol, çox gördüyünüz kimi nömrə 1 göyərçin klubunun şərtlərinə uyğun olaraq əlimdə klubun yarış qaydaları protokoludur. 2 nüsxədən ibarətdir. İndi protokola qol çəkiləcək Famil tərəfindən. Bir nüsxə bizdə klubda, hakimlərdə qalacaq. Bir nüsxə isə yarışması kimi, yarış iştirakçısı kimi onda qalacaq. Famil, buyur. Zəhmət olmasa qol çək bura. Buradan. Digər nüsxəyə də qol çək. Allah xeyir eləsin. Buyur, bu səndə qalır, bu bizdə. Yarış qaydaları ilə tanış olmuşsan. Bu şərtlər altında da razılaşıb quş uçurdusan. Yəni, bu ondan ötürüdür ki, sabah sənin burada hansısa quşun yan eləsə, yerindən çıxıb gəlməsə, gəlib aşağıda qalsa, yəni, diskvalifikasiya olunacaq. Yəni, qaydalar necədir elə də? Vəssalam. Allah xeyir versin. Sağ olun, çox xeyirli uğurlu olsun. Hamıya xeyirli olsun, bütün iştirakçılara xeyirli olsun. Deməli, bizim mənlə bərabər burada yarışın digər hakimləri Rəşad qardaş bizim və videobloger həm də hakim Novruz qardaş hazırda bizi lentə alır. Bu bizim klubun yarış göyərçin protokoludur, yəni quşların siyahısı. Gəlmişik, quşlar peçatlanacaq, çəkiləcək, rəngləri, boyaları, quşların siyahısı əvvəlcədən olduğu kimi necə peçatlanıb, burada protokolda qeydə alınacaq. İnşallah yarış günü də o qaydaya uyğun start olunacaq. Rəşad, nə sözün var? Buyur. Mən də salamlayıram herkese. Uğurlar arzulayıram Famil. Hər bir kəsə. Sağ ol, İnşallah yaxşı nəticə ilə, Allahın köməyi ilə sağ olsun, olması olsun. Hər bir qaydasında olacaq inşallah. Uçuş qaydaları da normal olacaq. Qıraqdan gələn quşlar da sayılmayacaq. Buyur. Mən də Familə uğurlar arzu edirəm. İnşallah yaxşı nəticə görək. Nəinki Familə, nömrə 1 göyərçin klubunun bütün üzvlərinə gözəl nəticələr görək. Biz də zövq alaq. Famil, bu quş haqqında məlumat ver. Yəni boyalarını da göstər. Novruz qardaş. Göy kraskalı. Başdan ayağa bir Yəni kraskalı. göy zilyonkalı, Göy zilonkalı ağ erkəkdir. ağ erkək. Xeyirli olsun. Gətir qardaş. Bismillah. Bismillah. Aç quyruqlarını heyvan. Gələm. Всё. Danış. Bu 2 qənədi göy. Boynun nahiyyə Qənədi göy, boynu da yaşıl. yaşıl rəng vurulubdur, sarıya çalardı. Aysa bu da ağ erkəkdir. Bu da ağ erkəkdir. İkinci göyərçinimiz də pesatlanır. Xeyirli olsun. 2 qanadı Qanadı, göy, boynu da yaşıl. qanadı göy, Boynu yaşıl. boynu Biz iri. yaşıl. Yaşıl. Rəngi. Sarı qənət boz quyruq erkək. Bu sarı Hə. qənət. Sarı qənət. Baş çək. Sarı qənət. Boz Bu deməli əziz qardaşlar, quşu göstər. Bu bizim 3-cü göyərçinimizdir, peçatlanan. Sarı qənət boz quyruq erkək. Ayağında sağ ayağında yaşıl üzük var, sol ayağında isə nömrəli kod var. Yəni həm telefon nömrəsidir, həm də balalıqdan seriya kod üzüyü var. Xeyirli olsun. Boz quyruq erkəyi də peçatladıq. 3-cü quşumuz. Başla. Boz quyruq erkəkdir. Qənədin altı, bir qənədin altı şirələnmə göy. Ayağında da balalıqdan keçmə nömrəli üzüyü var. Deməli, qardaşlar, bir qanadı, sol qənədi göz zilyonkalı, 4-cü quşumuz boz quyruq erkəkdir. Gətir. Ya bismillah. Xeyirli olsun. Xeyirli olsun. Qırmızı quyruq mayadır, ağ mayadır. Ağ maya
Deməli, Ucu yarıdan. quyruqları qırmızı, qanadında isə Genelde gör. göy zilyonka. Gətir qardaş. Tut. Xeyirli olsun. Peçatı göstər də ora çəksin. Gəl. Az öncə rəhlənən ağmaya peçatdır. Bizim 5-ci yarış quşu idi, onu da qeyd edeyim. Bu isə bizim peçatlanan, möhürlənən 6-cı yarış quşumuzdur. Boz götxalı ağ erkəkdir. Sol qanatında yaşıl zilyonka. Xeyirli olsun. Ədən göy zilyonka. Xeyirli olsun. Xeyirli olsun. Xeyir olsun. Sol qələdi. Deməli, qardaşlar, bizim möhürlənən, yəni peçatı vurulan 7-ci quşumuzdur. Ağmayadır. Narıncı qələdi. Narıncı qənət, qanatlarının altı rəhlənibdir. Sinəsində isə Qırmızı. xırda qırmızı nişan sürtülübdür. Gətir, Allah xeyir eləsin. 7-ci quşumuzun peçatını vurduq. Bu da ağmayadır. Quyruqlar göy. Göy quyruq maya. Bu qardaşlar, deməli 12 quşdan 8-ci möhürlənən quşumuzdur. Ağmayadır, quyruqları dəstə göy zilyonka olunubdur. Zəhmət olmasa bunu bir yaxşı rənglənməni də götür qardaş. Allah xeyir eləsin. 8-ci quşumuzun da möhürünü vururuq. Bismillah. Möhürü də çək orada. Xeyirli olsun. Bu da bax çilmayadır. Qara quyruq. Bizim qardaşlar möhürlənəcək 9-cu quşumuzdur. Çilmayadır. Qara çilmaya, dəstə quyruq. Qanadın, sol qanadının altında göy zilyonka var. Zəhmət olmasa o göy zilyonkanı göstər. İştirakçılar da görsün. Gətir qanadını quşun. Heç nə olmayacaq. Ya bismillah. Gətir bir də vurmuş. Bir dənə bəsdir. Bir dənə bəsdir. Rusiya'dan görsəniz öyle. Yox, qara rəydi ona görə. Bu da ağmayadır. Deməli qardaşlar, 10-cu quşumuzdur. Ağmaya, zəhmət olmasa nişanlarını da Novruza göstər. Başında qırmızı. Qanadının altı. Qanadının altında həm göyü var, həm sarısı var. Allah xeyir eləsin. Hə. Gətir qardaş. 10-cu möhürlənən quşumuz. Ya bismillah. Onu da hesab edirsən. Seçsən. Bəli. Gətir. Bu da ağ erkəkdir. Sol qənədi. Sağ qənət, sağ qənət. 11-ci möhürlənən Sağ qənədi. 11-ci möhürlənən quşumuzdur. Ağ erkək. Sağ qanadının altı qırmızı zilyonkalı. Xeyirli olsun. Ya bismillah. Xeyirli olsun. Göstər, peçatı göstər. Gəl, xeyirli olsun. Hə, bu da 12-ci quşdur. 12-ci quş. Sinəsi yaşıldır, ağ erkək. Sinəsi yaşıl. Sol qanadındakı rəngi Sol dədir. qənədi də göy. Göy. Cinsiyyətini də de heyvan. Erkəkdir. Ağ erkək. Xeyirli olsun. Xeyirli olsun Famil. Sənə uğurlar arzulayırıq. Yaxşı şeylərlə qarşılaşasan. Sənin tərəfindən hər şey olunub. Qalanı qalır. Belə deyək. İnşallah yarış günü İnşallah yaxşı. digər koşullar da türklər deyir. O şərtlər də inşallah sizdən yana olsun. Sağ olun, çox sağ olun. Mən Novruzun müşahidəsi ilə son 2 quşun da rənglərini, digər cinsiyyətini qeydə alıram protokolda. Ağ erkək. Erkək. Sağ olun. Sağ qanadı. Qırmızıydı da. Qırmızı. Ağ erkək yenə. Sinəsi yaşıl. Erkək. Erkək.
Sinəsi Yaşıl. yaşıl, Qanatı bilmirəm. qanatı göy. Qanatı göy yaşıl. Göy. Göy. Böyle Osman. Kamil, onu da qeyd eləyək ki, bizim çəkilişin indi sonunda, yəni ayın 10-u, 7-ci ay 10-u 2026-cı il Allahın izni ilə quşlar start olunacaq. Yarış günü səhər saat 8-dən 9-a kimi olan vaxt yarışın start vaxtıdır. 8-dən tez olmayaraq, 9-dan da gec olmayaraq, yəni uçuşa icazə yoxdur, o özü bilir. Yəni inşallah səhər saat 8-də start olacaq. Yarış günü həyətdə canlı açılacaq. İlk quş gələndən son quşun enişinə qədər bütün quşların uçuşu olduğu kimi nümayiş etdiriləcək. Allah xeyir eləsin, xeyirli uğurlu olsun. Biz tərəfimizdən, hakimlər tərəfindən şərtlər açıqlandı. Bir iştirakçı kimi sizin hansısa bir sözünüz varsa indidən deyin. Yox, şərtdən razıyam götürdürəm. Allah xeyir versin. İnşallah yaxşı olar. Oldu, çox sağ ol. Bütün her şey daha çok. En yaxşı abi. 3 saat 4 Bir bozkulu da yapıyorduk. Bozkulu kaldı. Bozkulu ama ahlı değil. Aynen. Uçtular. Ha? Karanmıştan uçtular. Namı değişmez. Bozkulu kaldı. Deməli 12 quşdan 6-sı eniş eləyir, İkisi bir de yukarı. 7-si də yuxarıdadır. 7-ci quşumuz da yuxarıdadır. Qoy bunlar düşsün. 8 tamamdan qalxıblar. Deməli boz götxal erkek, göy quyruq maya, 11.05'te küçük. Bilemem. üçü düşdü. İkisi də eniş eləyir. Boz quyruq erkeği də sarı qənət düşdü. Dördü 11.15'te. 12 var mı? Burada da silinen kırmızıya burada. Yaşlı Sarı kanet bu da. Sarı qənət. Sarı qənət yaşıl üzü yəni. Başında neyse var. Yox, başında kraska olan o da düşüb. Şu bu. Hə. Sarı qənət, yaşıl qənət. Başında Bak görünür. sarı, göy, kanat.
Başında Çillə düşdü. düzdür. Ağmaya. Düzdür. Çillə düşdü. 11-15'te. Deməli 5 quşumuz eniş eləyib. 6-cı da gəlir enişə, biraz da ondan yuxarı Qeydəm. biri var. Ne o birisi? Ne burada fırlan? Buradadır. Burada. Görmedim. Ha gördüm de. Deməli, bak sarı göğe kanat, başında kırmızı. 11-15. 11, ne oldu? Bu nedir düşür? Bunlar böyle. 6-cı quşumuz da eniş elədi. 18'de. 18, ne oldu? 11-18-də. Eyb yoxdur, onun qorxusu yoxdur. Bozquyruq da eniş elədi. Deməli 7-ci quşumuz. Bunu da yazdık 4-cü olur. Dördüncüyü yazmış. Deməli 7 quş eniş elədi, 5-i qalıb. Neçənci? Boz quyruq erkək 11.05 ilə gəlir. Sonra Sarı qənət. sarı qanat. Sonra boz quyruq erkək. O desən göy 11-11. 11 ilə gəlir. Sonra ağ götxanlı erkək 11.05 ilə gəlir. Sonra bu ağ nədir? Maya, ağ maya. Ağ maya 11.18 ilə gəlir. Sonra ağ maya 11.05 ilə gəlibdir. Dəstə göy quyruq. Düzdür. Sonra sil, qara sil 11.07 ilə gəlibdir. Bir də ağ maya. Sarı quyruq. Hə? Sarı quyruqdur bu. Yox. Sarı göy qanat. 11.05 ilə gəlib. 7 dənə quşumuz eniş edib. Qardaşlar. 5 dənə quşumuz hələ görsənmir. Gözləyirik. Hava dəyişdi. Onu da deyim ki, hava dəyişdi cilavara. Bir işləyir, ikisi. 8-ci quşumuz eniş elədi. Cavabana gəldi. 11.58 ilə gəldi 2 dənə quşumuz. Biri bu göy, zironkalı. Bu erkək. Bir də o da sinəsi sarı idi də. Yaşıl. Bu quşlar. Sinəsi göy. Yaşıl. Biri yaşıldı, biri göy. Bir gözlü kalaj. Abi senesinde ondan sonra hava değişti. Saat neçə dediniz? 12 neçə? 25, 26 olar. 12:26. 10-cu quşumuz gəlir. 4 saat 26 dəqiqə ilə eniş edir. Ya buradan. Gəldim, gəldim. Bir yan çıkamayayım. 4 saat neçə dəqiqə? Saata bax bir dənə. 4 saat 26 dəqiqə ilə. Maşallah olsun. 10-cu quşumuz gəldi. 12-26'da. 12-26 ilə. Qaldı 2 dənə quşumuz. Ben bir uçta baktığınızda uzanan var. Sen belli o yumuşak da şeyler. Hamısı elə gələcək, hava. Saat neçədir? Nə saat? 13:41. Axırıncı quşumuz gəlir. Orada olur. Orada 13:41. Bina üstü bir sene kuş var. 2 qənətdə yaşıl. Gilavardan indi bu fırrana elə. Uşaqlar var. Neçə? Burada uşaqlar var. Gəl axşam saxlan. Çəkirəm hə. 5 Saat neçədir? 2 değil. 13:42. 13:42. Maşallah. Neçə saat elədi bu? Saatda var. 5 saat 43 değil. 5 saat 43 dəqiqə ilə gəldi bu quş. Maşallah olsun. Her həcə inşallah açırlar. Bir göre orada kuş kalsa gelir.
Qaşını yeyir, sütünü yeyir, daxı məcbur olur. Mən saladım. Kafa çayım gələcək. O gəlsin damlayır. Su içməsin. Su gətirmişəm amma. Ümumiyyətlə bu günlərin proqnoz üzrə havanı xəzilməyi göstərmişdi. Amma səhər biz quşları uçurdanda 8:30-da start edəndə quşlar xəzili küləyi ilə qalxdı. Saat 10-un yarısı ona qalmış artıq çevirdi gilavarı havasına. Əziz nömrə 1 göyərçin klubunun izləyiciləri, Quşbaz Cəmiyyətinin üzvləri. Deməli bu günlərim nömrə 1 göyərçin klubunun 10 iyul 2026-cı il. Eyni gündə 2 yarış keçirilibdi. Bizim bir yarışımız Saray kəndində olubdur. Famil Dadaşov quşlarını öz hünər meydanında göstərib. Bir yarışımız isə Masazır kəndində Fərid qardaşımızın həyətində olub. Deməli, ümumi nəticələr belədir. 12 quş üzrə keçirilən kateqoriya yarışında 2 quş fora kimi qeydə alınıb, 10 quşun nəticəsi protokola yazılıbdır. Saray kəndində Famil Dadaşov 39 saat 14 dəqiqə 10 quşun nəticəsini toplayıbdır.